Xanlıqlar mövzusu ilə davam edirik. Şəki xanlığını bundan öncəki video izahımızda izahını vermişdik. İndi isə Quba xanlığının izahına keçək. Deməli, Quba xanlığı 1747-1810-cu illərdə mövcud olmuş bir xanlıqdır. Xanlığın əsasını Hüseynəli xan qoymuşdu. 1747-1758-ci illərdə hakimiyyətdə olmuşdur Hüseynəli xan. Deməli, Quba xanlığının mərkəzi Xudad və Quba mərkəzi olmuşdu. Hüseynəli xan deməli 1757-ci ildə Salyan ərazisini Quba xanlığına deməli tabe etmişdi, yəni Salyan ərazisini tutmuşdu. Daha sonra Hüseynəli xandan sonra hakimiyyətə oğlu Qubalı Fətəli xan gəlir ki, Qubalı Fətəli xan 1758-1789-cu illərdə hakimiyyətdə deməli olmuşdur. Daha sonra deməli Qubalı Fətəli xan bir sıra deməli islahatlar keçirmişdir ki, vergi sahəsində deməli vergilərin yığılması naiblər yox, kətxudallar tərəfindən deməli həyata keçirilməli idi. Bəzi mükəlləfiyyətlər xan yasavulları tərəfindən yerinə yetirilməli idi. Onun köçürtmə siyasətinə əsasən isə xanlığın əhalisini artırmaq məqsədi ilə Muğandan, Gilandan və Ərdəbildən əhalini köçürtmüşdü. Sərhədləri möhkəmləndirmək üçün 1768-ci ildə Muğandan Şahsevən tayfasını, özünə dayaq yaratmaq üçün isə Dərbənd, Quba və Salyandan əhalisini Şamaxıya köçürtmüşdü. Onun birləşdirmə siyasəti isə danışdıqda isə deməli Qubalı Fətəli xan bütün şimal-şərqi deməli Azərbaycan ərazisini özünə tabe edə bilmişdi. Gəlin başlayaq onun birləşdirmə siyasətindən birinci mərhələsindən. Birinci mərhələdə ilk olaraq 1759-cu ildə Dərbəndi könüllü şəkildə tabe etmişdi və onun idarəsini arvadı Tutibiçəyə həvalə etmişdi. 1767-ci ildə isə Bakını Nicah diplomatiyası ilə tabe etmişdi ki, bu onun birləşdirmə siyasətinin birinci mərhələsini təşkil edir. İkinci mərhələ isə 1767-1768-ci illərdə daha doğrusu Şamaxıya hücumu təşkil edirdi. Ancaq Şamaxıya əvvəlcə 1765-ci ildə Şamaxı xanları ilə razılaşma əldə etmişdi ki, yəni Şamaxını xarici hücumlardan, Dağıstan yəni hücumlarından qorumalı idi. Bunun müqabilində də Şamaxı Qubalı Fətəli xana vergi verməli idi. Ancaq daha sonra Şamaxı xanı Hüseyn xandan, Şəki xanı Hüseyn xandan yaxınlaşaraq Qubalı Fətəli xana bu vergini verməkdən boyun qaçırdır. Buna görə də Qubalı Fətəli xan 1767-ci ildə Şəki xanı Hüseyn xanı öz tərəfinə çəkir və Şamaxıya hücum edir. 67-ci ildə Şəki xanlığında danışmışdıq bunu və Şamaxını öz aralarında bölürlər. Daha sonra isə Qubalı Fətəli xan Şamaxını bütöv şəkildə 1768-ci ildə özünə birləşdirmişdi. 1768-ci ildə isə daha bir dinc yolla tabe etdiyi Cavad xanlığı idi ki, Cavad xanının dinc yolu özünə tabe etmişdi. Daha sonra Qızılqaya xəyanəti kimi, Şiraz qonaqlığı kimi burada da biz Cavduşan döyüşündən danışacağıq ki, burada Cavduşan döyüşündə Qarabağ, Şəki, Şamaxı hakimi, Dağıstan hakimləri, həmçinin 2-ci İraqli deməli belə deyək də təşkilatçılıq etmişdilər ki, birləşərək Quba xanlığına yürüş etmişdilər. Bu yürüş zamanı Qubalı Fətəli xan belə deyək də ağır məğlubiyyətə uğrayır və deməli o bunun üçün hətta Dərbəndi mühasirəyə alırlar. 9 ay Dərbənd özünü müdafiə edir və bunun üçün Qubalı Fətəli xan Rusiya 2-ci Yekaterinaya müraciət edir, kömək istəyir və 2-ci Yekaterina Qafqazdakı Rus hakimlərini ona köməyə göndərir və Qubalı Fətəli xan Dərbəndi mühasirədən azad edir. 1780-81-ci ildə Qubalı Fətəli xan Qarabağdan belə deyək də intiqamını almaq üçün Qarabağa yürüş edir. Ancaq Qarabağ xanı İbrahim Xəlil xan Kartli Kaxetiya çarlığı köməkliyi ilə bu hücumun qarşısını alır. Yəni Qubalı Fətəli xanın Qarabağa yürüyüşü uğursuzluqla nəticələnir. 1784-cü il isə Ərdəbilə Meşkini tutur. Ancaq belə deyək də Rusiyanın belə deyək narazılığı ilə o burada möhkəmlənə bilmir. Daha sonra isə 1785-ci ildə Şəkini, Lənkəranı tabe edir. Qubalı Fətəli xandan sonra, onun ölümündən sonra tabe olan xanlıqlar artıq onun Quba xanlığının belə deyək tabeliyindən çıxır və ardıcıl olaraq Qubalı Fətəli xandan sonra hakimiyyətə Əhməd xan
xan gəlir. Əhməd xandan sonra isə Şeyx Əli xan gəlir ki, o 1797-ci ildə əvvəlcə Qacarlara, 1806-cı ildə ruslara tabe olurlar. 1810-cu ildə isə Quba xanlığına da ruslar tərəfindən son qoyulmuşdu. Belə Quba xanlığı ilə bağlı vacib əsas məqamları qeyd etdim.